Başlayaq Təranə müəllimədən. Salam, axşamınız xeyir. Axşamınız xeyir Təranə müəllimə. Təranə müəllimə, empatiya nədir? Empatiya dedikdə qarşı tərəfin, yəni şagirdin, həmkarının, valideynin deməli özünü onun yerinə qoymaq, onu keçirmiş olduğu hissləri deməli anlamaq, hadisələrə onların gözü ilə baxmaqdır. Məsələn, biz müəllimi bizim üçün empatiya dedikdə şagirdin hər hansı bir səhvi, qüsuru olduqda şagirdi dərhal cəzalandırmaq yox, onun həmən düşdüyü vəziyyəti anlamaq lazımdır, başa düşmək lazımdır. Yəni biz şagird deyək ki, səhv edirsə, tez onun qiymətini aşağı salmaq əvəzinə, o bu səhvi niyə edirsə, bu səbəbi tapmalıyıq. Ümumiyyətlə desək, empatiya, yəni bütün olanlara göz yumaq deyil, anlaşılır şəkildə şagirdə dəstək olmaq deməkdir. Bəli, doğrudur. Empatiya qarşı tərəfi hisslərini anlamaq, bəli, hər hansı bir prosesə onun gözləri ilə baxmaq, insanı başa düşmək. Yəni, doğrudur. Bir, deyək ki, arzu olunmayan davranış oldu, uşaq dərsə gecikir və yaxud da ki, tapşırığı həll etmədi. Yəni, biri var ki, səhvə yönələk, bir də var ki, səbəbə yönəlik ki, bunu niyə etdi? Yəni, səbəb nədir? Bəli, O səbəbi soruşuruqsa, deməli, biz şagirdimizi anlamağa çalışırıq. Bəli, bəli. Doğrudur. Eyni zamanda deyək ki, uşağın, necə deyim, hər hansı bir, baxırıq ki, xarici görünüşündə də bir bədbindir, bəli, anlayırıq, başa düşürük ki, yəni bu uşaqda nəsə bir problem var. Yəni soruşuruq. Niyə? Çünki onun hisslərini anlayırıq. Keçirdiyi hissləri başa düşürük ki, bu insanın problemi var. Hər hansısa bir narahatdır. Doğru. Bəs formativ qiymətləndirməni hansı üsullarla aparırsınız? Bəli, formativ qiymətləndirmə biz bilirik ki, il boyu sinifdə aparılan qiymətləndirmədir. Onu biz müxtəlif üsullarla apara bilərik. Birinci məsələn sual-cavab şəklində apara bilərik. Sinif müzakirələri, qısa ümləşdirmə, BİBO, sonra 3-2-1-dir, rubriklərdir, işıq fordur, çıxış biletidir. Bax bu cür deməli çoxlu sayda üsullarla formativ qiymətləndirməni apara bilərik və şagirdlərimizə rəy verə bilərik. Doğrudur. Rubrik nədir Təranə müəllimə? Rubrik deyəndə şagirdin deməli bacarığını və yaxud hər hansı bir fəaliyyətini qiymətləndirmək üçün meyarlara malik olan müəllim və şagird üçün bələdçi rolunu oynayan bir cədvəldir rubrik. Özü də 3 hissədən ibarətdir. Deməli, birinci meyardır, ikincisi keyfiyyət səviyyələridir ki, bu 4 səviyyədir. Üçüncü keyfiyyət səviyyələrinin təsiri olmaqla 3 əsas hissədən ibarətdir. Bundan başqa növlər də vardır rubriklərin. Məsəl üçün analitik rubrik var, holistik rubrik var. Sonra deməli o başqa mənşəyinə görə deyək ki, ümumi rubrikləri vardır. Ondan sonra xüsusi tapşırıqlar üçün olan rubriklər vardır. Belə cəsarətına görə də müxtəlif növlər vardır. Hər birisini açıqlaya bilərəm hamısında. Doğru, tamamilə doğrudur. Yəni rubrik qiymətləndirmə cədvəlidir. Hansı qiymətləndirmədə siz rubrikdən istifadə edirsiniz? Təbii ki, biz bunu formativ qiymətləndirmə zamanı aparırıq. Formativ qiymətləndirməni. Bəli. Elə yalnız rubriklər vasitəsilə aparırıq biz formativ qiymətləndirməni. Sadaladığımız suların hamısı ilə apara bilərik. Rubrikdə onlardan biridir, yəni sadəcə biri. Yəni sadaladığımız bayaq suların hamısı ilə apardığımız kimi rubriklə də apara bilərik. Bəli, tamamilə doğrudur. Yəni elə o demək deyil ki, biz daimi rubriklə şagirdlərimizi qiymətləndirməliyik. Xeyr, bu da formativ qiymətləndirmənin üsullarından bəli biridir rubriklər. Bəli. Analitik bir bacarığı bir neçə meyar əsasında qiymətləndirilir. Holistik isə deməli bir neçə deməli bacarığı ümumi şəkildə bir meyarla qiymətləndirməkdir. Yəni tez bazar qiymətləndirmədir. Eyni anda qiymətləndirməkdir. Sonra o dedik ki, bir də konkret deyək ki, bir xüsusi tapşırıq üçün olanlar var ki, bunlar hər tapşırığa görə dəyişir. Hər tapşırıq üçün yeni biz rubriklər hazırlayırıq. Amma ümumi proseslər var, analoji. Məsələn, esse yazılmaqdır, qrup işləridir. Deyək ki, bunlar üçün məsələn olan rubriklər ilin əvvəlində bir dəfə hazırlanır, il boyu da istifadə olunur. Bunlar ümumi rubriklərdir, yəni. Ümumi olaraq bir dəfə hazırlanıb istifadə edilənlərdir. Bəli, doğrudur. Çünki qrup işidir. Yəni qrupda şagirdi necə qiymətləndiririk? Əməkdaşlığını, davranışını, qrupdakı fəaliyyətini, düz deyilmi? Yəni il ərzində. Ona görə də bu cür təsnif olunur rubriklər. Tamamilə doğrudur, bəli. Yəni analitik də bunu analiz sözü ilə də yadımızda saxlaya bilərik. Yəni hər tərəfli təhlil etməkdir. Bir bacarığı hər tərəfli qiymətləndirməkdir. Doğrudur. Yəni məsəl üçün esseni qiymətləndirirsə təkcə məzmunu yox, qrammatikanı da qiymətləndirə bilərik, bəli.
Məzmunu da, strukturunu da hər tərəfli, yəni bir esseni, bir fəaliyyətdir, bir esse, bir bacarıqdır. Bunu bir neçə meyarla qiymətləndirir. Yəni tam şəkildə onu təhlil edirik. Doğrudur. Bu da analitik rubrikdir. Yəni 3 əsas hissədən ibarətdir. Meyar, yəni bu gün şagirdi hansı bacarıqlarına görə qiymətləndirirəm. Keyfiyyət səviyyələri o 4 səviyyədə deməli Bəli. götürülür. Bir də keyfiyyət səviyyələrinin təsviridir ki, şagirdin hər səviyyə üzrə hansı bacarığı nə dərəcədə yerinə yetirdiyi tam təsvir etməkdir. Bu da keyfiyyət Açıqlıq. səviyyələri təsviridir. Bəli, 3 səviyyədir. Əla. Çox gözəl. Fənnimizin məzmun xəttləri hansılardır Təranə müəllim? Biologiyada 5 məzmun xətti vardı. Əvvəldən də bu cür idi, indi də belədir. Birincisi canlılarda strukturlar, funksiyalar və proseslər. İkincisi çoxalma və inkişaf. Üçüncüsü orqanizm və ətraf mühit. Dördüncüsü təkamül və biomüxtəliflik. Beşincisi insan sağlamlığı. Aha. Doğru. Təranə müəllim çox sağ olun. Sağ olun, Əla. minnətdarım. Cavabımız da qəşəng. Çox sağ olun. Sonra Toğrul müəllim. Salam müəllimə, bəli. Hər vaxtınız xeyir. Hər vaxt. Toğrul müəllim, dərs keçdiyiniz zaman direktor başqa sinifin şagirdini yollayır ki, vaxt bitirmədən dərhal gəlsin. Yəni gedərikmi? Belə deyim ki, məktəbimizdə hər kəs qayda qanunu bilir. Yəni heç kəsin müəllimin dərsini pozmağa haqqı yoxdur. Əlbəttə ki, göndərilən şagirdi ona bildirərəm ki, tənəffüsdən sonra yaxınlaşacağam. Çünki 1-45 dəqiqə ancaq şagirdlərə həsr olunmalıdır. Bu da dərsə cəlb olunmalıdır. Onların bilik bacarığını reallaşdırmaqdır və s. Belə müəllimə. Bəli. Doğrudur. Yəni burada əgər Həm də, bəli. bəli, buyurun, siz cavablandırın. Həm də əgər bəli direktor digər bir sinifdən də uşağı ayırıbsa, yəni bu dərsdən ayırıbsa, orada nə idi müəllim o? Bərabər imkanlar. Bərabər imkanları pozur eyni zamanda. Bəli, doğrudur. Ona görə də 2 qayda pozuntusu olacaqsa, biri var mənim dərsi qoyub getməyim, bir də digər şagirdin prosesdən ayrılmağı. Ona görə də, yəni biz belə bir hala heç vaxt yol vermərik. Bəs şagird dərsdə səhvinizi tutarsa nə edərsiniz? Biz dərsimizi əvvəlcədən planlaşdırdığımız üçün belə bir hal az hallarda baş verə bilər. Amma yenə də yəni baş veribsə, ilk öncə şagirdə təşəkkürümü bildirərəm və necə də diqqətli olduğunu nümunə çəkərəm ki, digər şagirdlər də bunu bir nümunə kimi, örnək kimi götürsün. Digər tərəfdən də şagirdlərin dərsə cəlb olunmasını yoxlamaq üçün bəzən bilə-bilə kiçik səhvlər etmək olar. Doğrudur. Yəni bunu belə də deyirik ki, mən dərsimdə tez-tez bu cür səhvlər edirəm. Yəni burada sırf şagirdin diqqətini yoxlamaq üçün edilən səhvlərdir. Yəni bunu etmək yaxşıdır. Bəs açıq, qapalı suallar deyirik. Bunlar haqqında danışa bilərikmi? Bəli, demək qapalı suallar konkret cavabı olan, yəni limitli suallardır. Hardasa bu müəllim mərkəzi belə deyədim suallardır. Düzdür, dərsdə hər ikisindən istifadə etmək olur, amma şagirdlərin inkişafı üçün, onlarda müstəqil fikir bildirməkdir, tənqidi düşüncə üçün açıq suallardan istifadə üstünlük vermək daha yaxşıdır. Yəni səslərində tənqidi təfəkkürü inkişaf edir açıq suallar. Bəli, doğru. Açıq suallar şagirdi düşünməyə sövq edən suallar. Cavabları da limitsiz. Bəli. Bəs fasilitator müəllim deyəndə nə nəzərdə tutulur? Fasilitator yol göstərən, bələdçilik edəndir. Yəni tapşırığı şagirdin yerinə yetirən deyil, tapşırığı həll etmək üçün müxtəlif yollar göstərən bir müəllimdir. Fasilitator müəllim orada onlara verilən 3 hissədən ibarət idi. Demək, bələdçi, müşahidəçi, bir də tədqiqat aparan kimi növləri var idi. Başqa fikrimiz yoxdur? Başqa? Yadda bu qədər qalmadı. Digər müəllimə ünvanlayaram o sualı, ondan sonra ətraflı danışarıq o haqda. Bəs məzmun xətti nə zaman dəyişir? Xətt deyirsiniz müəllimə? Məzmun xətti, bəli. Məzmun xətti dəyişmir. Leytmotivdir, ana xətti dəyişmir heç vaxt. Tamamilə doğrudur. Fənnimizin məzmun xəttlərini deyək.
Musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti. Aha. Məqsədi şagirdə nə zaman deyirsiniz? Dərsin başlayan kimi də. Aha. Yəni belə də. Yaxşı olar ki, lövhəyə də yaza da bilərik. Bəli, lövhəyə də yaza Tənəffüsdə. bilərik, şifahi də deyə bilərik, amma əsas məsələ İlk əvvəldə yəni çatdırmaqdır şagirdlərə. aha, həm də şagirdlərin anlamasıdır. Bəli. Ki, tam şəkildə onlara aydın olsun ki, biz nə öyrənəcəyik. Amma təkcə elə dərsin əvvəlində demirik. Hətta tapşırığın əvvəlində də deyirik. Yəni tapşırıq verərkən əvvəldə də deyirik ki, bu tapşırıq bizdə hansı bacarığı formalaşdıracaqdır. Alt standart deyəndə nə nəzərdə tutulur? Alt standart dövlətin təhsil alan və təhsil edən qarşısına qoyduğu belə deyim, tələbdir. Bəli. Sinifdən sinifə getdikcə dəyişir də, o bilik bacarıq dərinləşdiyi üçün, Bəli. inkişaf etdiyi üçün dəyişə bilər. Üçüncü rəqəmlə ifadə olunur da müəllimə? 3 rəqəmli koddur, bəli. Üçüncü. 3-ü bir yerdə alt standart. Bəli. Belə, doğru müəllim, çox sağ olun. Bir azca da yaxşı çalışsaq lap əla olar. Oldu müəllimə. Siz sağ olun. Tamam. Sonra İranə müəllimə. Bəli, müəllimə. İranə müəllimə, sinifdə valideyn əyləşib övladının dərsində. Bax, həmin şagird də sinifdə səs-küy eləyir. Bax, bu zaman nə edərsiniz? Deməli, müəllim, ilk növbədə valideynin dərsdə əyləşməsi sinifimizdəki qayda və prosedurları dəyişmir. Yəni biz əvvəlcədən sinifimizə qayda prosedurları elə qoymalıyıq ki, kimliyindən asılı olmayaraq, yəni şagird əməl etməlidir də onlara. Kimsə gəlib otursa da, direktor, başqa bir müəllim də həmin qayda prosedurlara uşaqlar əməl etməlidir. Yəni hörmət etməyi bacarmalıdır, məsuliyyətli olmalıdır, səs-küy salmaq olmaz. Amma əgər valideyn gəlib oturubsa, öz uşağı səs-küy salırsa, əlbəttə ki, müəllimi ona bir göz kontaktı ilə yəni olmazı bildirməlidir. Fərqi yoxdur. Valideyni otursun da, yəni uşağı səs-küy eləyirsə, biz onu sakitləşdirməliyik ki, belə olmaz və yaxud pauza verməliyik. Sakitcə şagirdə yaxınlaşaraq diqqətini dərsə yönəlt. Belə yəni acıqlı, sərt baxış tipdə belə göstəriş eləməliyik. İndi o sərt baxışı deməyək, İranə müəllimə. Amma göz kontaktı ilə Elə yox, amma ki belə də, yəni ki, belə eləmək olmaz. Onu Bəli. bildirməliyik. bax, bəzən görürsüz, o nəzərimizi şagirddən ayırmırıq. Qayda pozuntusu olanda. Uşaq bilir ki, artıq mən nəsə eləmişəm. Bəli. Və yaxud da Tez- ki, yaxınlaşa Tez da bilərik. özün ələ alır da, yəni ki, təzədən dərsə qayıdır həmin uşaq ki, Doğrudur. eləmir belə bir şey. Tamamilə doğrudur. Çünki Bəli. burada əsas məsələ bilirsiniz nədir? Yəni bəzən valideyn deyək ki, sinifdə əyləşib, müəllim uşağın xətrinə dəymir valideyninə görə yox. Yəni qayda Yox, xeyr, pozuntusu, elə qayda deyil də. pozuntusudur, deyil mi? Bütün uşaqlar, sinifdəki bütün uşaqlar müəllim üçün eynidir. Yəni ona söz deməyim, əvəzində başqasına mı deyim, elə şey olmaz. Yəni valideyn də görsün ki, hə, uşağı bir yerdə dayanmır. Amma Doğru. ona bildirməliyik ki, özünü ələ al belə. Bəli, qayda pozuntusuna reaksiya bildirməliyik. Göz kontaktı ola bilər və yaxud da ki, deyək ki, sinifdə müzakirədir, bu uşaq müzakirədən kənar hər hansı bir deyək ki, yoldaşının fikrini yayındırır və yaxud da ki, başqa bir işlə məşğuldur. Anlıq, yəni o müzakirəni dayandıra bilər. Yox, pauza veririk sakitcə. Yəni Bəli, artıq bunu yəni ona əvvəlcədən də uşağa bildiririk. bildiririk, bəli. Ki, yəni pauza verəndə artıq bilirlər ki, nəsə qayda pozuntusu baş verib. Təbii ki, həmin uşaq da artıq nə edir? Bəli, müəllim, özünü Bəli. ələ alır. Belə uşaqlar müəllimə çoxdur. Hal-hazırda da belə uşaqlar çoxdur. Yəni Bəli. sözü deyirsənsə də əməl etmirlər. Sanki eşitmir. Ona Belə görə də uşaqlar çox. Ona görə bilirsiniz necədir? Dərs ilin əvvəlindən müəllimlər yığışıb, sinif rəhbəri təbii ki, başda olmaqla bir yerdə gözlənti, qayda, prosedurları hamısı bir yerdə müzakirə Birlikdə, eləsələr, bəli. birlikdə tətbiq eləsələr, təbii ki, belə hal Belə olmaz. demirik, yəni heç ümumiyyətlə baş verməz. Xeyr. Amma Hı. qarşısını deyək ki, bir 80% almış olarıq. Yəni hamı bir Bəli. yerdə.
O dedi, hamı yumruğu bir yerə vursa təbii ki, orada istədiyimizi də əldə eləyə bilərik. Şagirdlər, Bəli. valideynlər, müəllim, yəni hər birisi, kollektiv, həmin sinifdə dərs deyən bütün müəllimlər eyni fəaliyyəti icra eləsələr, gözləntilər, qayda, prosedur, bütün o deyək ki, şəxsi nümunə də, rol model olmaları da, yəni hamısının Bəli. birgə olması şərtdir. Yəni bir müəllim deyək ki, yolda uşaqlara deyir ki, bir-birinizə hörmətlə yanaşın, Bəli. bir-birinizi sona qədər dinləyin. Mən əməl Yəni edirəm. danışarkən əl-qol hərəkətləri Bəli. atma, danışanın fikrini kəsmə, Aha, o həmin məsuliyyətliyi bilsə, aha, sonra eləməz də, belə hallar baş verməz. aha. Yəni mən edirəm, özüm də əməl edirəm, şagirdə də bu cür aşılayıram. Amma digər deyək ki, müəllim etməyəndə artıq bu Bəli. necə deyim, bir olmayacaq axı. Yəni bu iş Bəli, uşağa pratik da adi tamamlanmayacaqdır. görünəcək. Bəli. Tamamilə Uşağa doğru. da adi görünəcək ki, hə, heç bu demədi, bu müəllim demədi, əşi o biri dedi. Yəni hər şey birlikdə olmalıdır. Tamamilə doğrudur. Bir də ki, onu inkarda demirik. Bax, gözləntidir, qaydalardır. Bəli. Məsəl üçün səs salma, bir-birinizin sözünü Hə, kəsməyiniz və bir-birinizi bəli. sona qədər dinləyin. Dinləyək. Bəli. Sonra bir-birimizə Səs hörmətlə salmayaq. yanaşaq. Ha, belə. Bəli. Birinci şəxsin cəmində olanda daha yaxşı olur. Çünki burada Hə, necə bəli. deyim, müəllim özünü də elə bil ki, şagirdlə bir yerdə tutacaq İndi da. birlikdə olur. Bəli. Bəli, onlar da qulaq asır. Subyekt Amma yanaşması olacaqdır hə, burada da. təklikdə vurğulayanda daha sərt çıxır da ağızdan, ona görə. Bəli. Doğrudur. Bəli, bilir. Doğru. İrana müəllimə, bəs siz Bəli. deyə bilərsinizmi, fasilitator müəllim kimdir? Hansı Hə, bacarıqları var? fasilitator müəllim, yəni öz biliyi ilə, hazır biliyi şagirdlərə birbaşa ötürən deyil, sanki onlar arasında istiqamət verir, nərdivan funksiyasını həyata keçiridir. Sanki suala özü cavab vermir də, onu təhrik eləyir, düşünməyə, fikirləşməyə, tənqidi təfəkkürün formalaşdıran müəllimdir. Yəni fasilitator. Hə. Bəli, Yəni bir sözlə fasilitator müəllim şagirdi öyrənmə prosesinin mərkəzinə qoyur. Onda müstəqil tənqidçiliyi, təfəkkürün formalaşmasında bacarıqlarını formalaşdıran müəllimdir. Hı. Fasilitator. Bəli, yol göstərən, istiqamət verəndir fasilitator müəllim. Şagirdin əvəzinə hər hansı bir problemi həll eləmir. İstiqamət Bəli. verir, yol göstərir. Yəni İstiqamət verir. Onu düşünməyə çalışır, dinləyir. Yəni necə deyim, sualın cavabın özü vermir də. Yəni açıqlamasını şagirddən istəyir, istiqamət verir. aha, Belə. bəli. Müəllimin də rolu var. Fasilitator müəllimin rolu hansılardır? Tədqiqatçı müəllim, Tədqiqatçı, bələdçi, müşahidə. məlumatla təmin edir. Yox, Bəli. əsas rolları budur. Yəni tədqiqat şagirdini araşdırır, onu hərtərəfli öyrənir, tanıyır. Şagirdimin maraq dairəsi nədir? Öyrənmə tərzi nədir? Hazırlıq səviyyəsi necədir? Deyək ki, hansı ailədən gəlibdir? Yəni risk qrupuna daxil olan uşaqlar var, valideynin birini itirmiş və yaxud da ki, hər ikisini itirmiş, valideyn himayəsindən məhrum olan uşaqlar var. Yəni araşdırır da, yəni tədqiqatçı kimdir? Araşdırma aparan deyək də, düz deyilmi? Araşdırma. Bu da kimi Bəli. araşdıracaqdır? Özünün şagirdini. Niyə? Bələd olmaq üçün, bələdçi olmaq üçün. Bəli. Deməli, digər rolumuz bələdçidir. Artıq mən şagirdimi araşdırmışamsa, deməli, mən şagirdimə bələdəm. Onu yaxından tanıyıram. Onu dərsə necə həvəsləndirəcəyimi tam Bəli. dəqiq, dərin, aydın şəkildə bilirəm. Yəni, ona görə biz deyirik, şagirdin öyrənmə tərzini nəzərə alırıq. Diferensial Bəli. yanaşırıq. Yəni, mən Bəli. şagirdimə bələd olmasam, necə diferensial yanaşa bilərəm? Necə Bəli. onda dərsə həvəs yarada bilərəm? Təbii ki, bu da bələdçi müəllimdir. Məlumatla təmin edən müəllim. Yəni, müəllim özü istəyir öz ixtisası, istəyirmi? Yəni ki, dünya görüşü olmalıdır ki, yeni texnologiyaları Bəli. bilməlidir. Bəli. aha. Yəni, şagirdə o da məlumatı hazır şəkildə ötürmək Bəli, yox. ötürməli. Yönəltmək. Yəni, məsəl üçün, deyək ki, araşdırma vermişəm şagirdə. Biri var ki, deyirəm, gedin araşdırın, uşaq bilmir bunu hardan araşdırmaq lazımdır. Bəli, Mən ya onu mənbə internet göstərsəm, üzərindən artıq və neynəcəm? yaxud Məlumatla təmin elədim mən şagirdimi. kitabxanadan, ya yaşlı adamlardan, bəli. Aha.
Doğrudur. Bax, bu da məlumatla təmin edən müəllim. Edən müəllimdir. Biz əgər nə sinifdə nə ediriksə, deyək ki, fasilitasiya bacarıqlarını yerinə yetirmiş oluruq, məqsədi əvvəlcədən şagirdə demək. Yəni bunu yazılı Bəli. şəkildə, şifahi şəkildə önəmli deyil. Bəzən lövhəyə yazılır, heç uşaq bilmir ki, nə formalaşacaq və yaxud da ki, şifahi deyil, amma uşaqlar bilmir ki, onda hansı bacarıqlar formalaşacaq. Bunu formal Formalaşacaq. şəkildə demək yox, yəni düzgün şəkildə tətbiq eləmək lazımdır. Uşağa aydın şəkildə izah eləmək lazımdır. Hətta biz sual da verə bilərik ki, görək onlara aydın oldumu bu günlərim nə öyrənəcəklər, hansı bacarıqlar onlarda formalaşacaqdır. Yəni tam Şagird şəkildə də əmin olmalıyıq buna. Bəli, şagird də bilir ki, mən hansı strategiyadan öyrənmə qabiliyyətimi bilir də. Yəni ki, necə Aha, öyrənəcəyini bilir bu başdan ki, bəli. mənə hansı daha yaxşıdır, aydın olur da, hansı Bilirsiniz necədir? strategiya. Baxın, bu gün mən şagirdlərdə oxuyub anlama bacarıqlarını formalaşdıracağam. Mətndəki obrazın xarakterini müəyyən edir və yaxud da ki, mətndəki obraza münasibət bildirir, obrazları bir-birindən fərqləndirir. Düz deyilmi? Yəni məqsədim Bəli. budur. Dərsin sonunda şagirdlərdən deməli bunları tələb eləyəcəm. Bu məqsədə çatmalıdırlar və bunlar bu məqsədə görə də qiymətləndirəcəm. Bir var ki, uşaq kör-köranə şəkildə mətni oxuyub əzbərləsin. Yəni bu necə deyim, uşaqda hansı bacarığı formalaşdırır ki? Məqsədi əvvəlcədən desəm ki, uşaqlar, bax siz mətndəki obrazları müəyyən edəcəksiniz, xarakterlərini müəyyən edib həmin obrazların xarakterinə münasibət bildirəcəksiniz, obrazları bir-biri ilə müqayisə edəcəksiniz. Uşaq oxuya-oxuya artıq bunları nəzərə alır, düz deyilmi? Əvvəlcədən Bəli. bilir ki, mən nəyə diqqət yetirəcəm. Bəli. Şuurlu şəkildə oxudu bunu. Amma sonda mən desəm ki, məsəl üçün hansı obrazlar var idi və yaxud da ki, filan obrazın xarakteri nə idi, obraza münasibət bildir. Uşaq deyir ki, ay müəllim, əvvəlcədən desəydin diqqət yetirərdim. Mətni oxudum, amma ona fikir vermədim. Düz deyilmi? Bəli. Ona Ona görə görə müəllim hökmən dərs içəri girən kimi, yəni dərs başlamazdan deməlidir onu. bəli, tamamilə doğrudur. Eyni Məqsədlərini zamanda deməlidir. şagirdin maraqları ilə yaxından tanış olmalıdır. Bax görürsüz, burada bir tədqiqatçı müəllim rolu var. Bəli. Cəlb etmək, yəni təkcə dərsin əvvəlində yox. Şagirdi proses boyu dərsdə saxlamalıdır fasilitator müəllim. Yəni ona görə görürsüz, yəni şagirdin marağına uyğun təlim üsulları, təlim formalarından istifadə edir. Bəli. Şagirdin səviyyələrinə uyğun, çünki axı bələddir şagirdinə, tapşırıqlar hazırlayır və bu zamanda şagird proses boyu dərsə cəlb olunur. Eyni zamanda inteqrasiya etmək, o deyirik sinif otağından kənara çıxın. Bəli. Yəni Bəli. durub sinifi tərk eləmək deyil. Ola bilər, ekskursiya da ola bilər. Amma inteqrasiya etmək daha əhəmiyyətlidir. Çünki uşaq öyrəndiyini, məsəl üçün, harda tətbiq edəcəyini biləndə və yaxud da ki, bu fəndə öyrəndiyi bacarığın başqa bir fəndə necə istifadə edəcəyini biləndə daha yaxşı öyrənəcəkdir bunu. Bax, bu fasilitator müəllimin həyata keçirməli olacağı bacarıqlardır və özündə formalaşdıracağı bacarıqlar. Müşahidə bacarığı, yəni müəllim daimi şagirdini müşahidə etməlidir. Müşahidə Nəticəyə etməlidir. kökləməməliyik ki, uşaq məsəl üçün bu tapşırığı gətirdi, düz elədi və yaxud da ki, səhv elədi. Prosesə köklənmək lazımdır. O bunu necə elədi? Bu tapşırığı necə yerinə yetirdi? Bax, müşahidə eləyən zaman biz o necə etdiyini tam şəkildə aydınlaşdırmış oluruq. Bəli. Dinləyici olmalıdır. Yəni təkcə sual-cavab eləyəndə yox, hər zaman. Bəzən o deyir, bir qulağım səndədir. Yəni Bəli, onları dinləməlidir. bəli, Ehtiyacları duyulduqda onlarla doğrudur. birlikdə Tənəffüs olsun çevik, və yəni yaxud da müəllim çevik olmalıdır da, bəli, çevik müdaxilə etməlidir. anında müdaxilə etmək konstruktiv rəydir. Yəni ki, Bəli. uşaq bir tapşırıq işləyir, İranə müəllimə. Mən Bəli. biri var ki, mən rəy vermədim. Müşahidə eləməsəm görməyəcəm Yox, də. Deyirlər, anında bunlar rəy hamısı bir-birinə verilir. kompleks bağlıdır. Müşahidə eləmək, dinləmək. Bəli. Müşahidə etməsəm rəy də verə bilmərəm. Baxıram ki, səhv yolla gedir. Biri var ki, tapşırığı bitirəndən sonra rəy verim. Bir də var ki, proses zamanı anında Anında. müdaxilə eləyim ki, şagird onu düzəltsin. Bəli. Düzdür. Planlama, planlaşdırma. Yəni müəllimin planlaşdırması mütləq şəkildə olmalıdır ki, yəni o planlaşdırarkən də düşünür ki, hə ola bilər ki, bu tapşırığı verdim. Uşaqlar başa düşmədi, başa düşməsə başqa bir tapşırıq verə bilərəm və yaxud da ki, bu tapşırığı necə eləyəcəm ki, şagird anlasın, başa düşsün. Bəli. B planı deyirik də.
Ola bilər ki, Bəli. mənim hazırladığım, deyək ki, planlaşdırma sabahkı hava şəraitinə uyğun olmadı. Tutmaz. Keçərəm Dəyişə B bilərəm. planı. Bəli. Bax, bunların hər birisini etmişiksə, deməli, biz özümüzü fasilitator müəllim hesab edə bilərik. Bəli. Müasir Garantiya müəllim aldıq. fasilitator olmalıdır. Bəli, doğrudur. Bəs jurnalda səhv edən zaman nə edirsiniz? İrana Hə, müəllimə? jurnalda səhv edən zaman, yəni məktəb jurnalı dövlət sənədidir. İlk başda bunu hökmran məsuliyyətini hiss eləməliyik ki, yəni ki, çalışmalıyıq ki, maksimum şəkildə səhv etməyək. Əgər olur da insandır, bir səhv olarsa əgər əlimizdə, onu ağardan, pozmaq lazım deyil. Bəli. Təlim tərbiyə işləri üzrə zabitca bildirmək lazımdır ki, yəni mən belə bir hal etmişəm. Yəni bir də olmaz da, bilməyərəkdən oldu. Ah. Belə. Yəni heç bir müdaxilə etmərəm məktəb rəhbərinə, direktor Məktəb müavininə. rəhbərliyinə təlim tərbiyə işləri üzrə bildirərəm. Bir də belə hal, yəni daha diqqətli olacağıma özümə bildirərəm də. Hı. Yəni onu Bəli. göstərişi ilə nəsə eləyə bilərik də, amma öz yanımızdan Bəli. pozmaq, qaralamaq və yaxud da ki, ağırdan Mən belə bir hal baş vermişdi. Mənim sinifimdə neçə illik müəllim idi. Gətirib bir də görürəm. Sonra İrani müəllimə açıq sual deyirik, qapalı sual deyirik. Yəni Hə. bax, bunların Açıq izahını sual. verə bilərikmi? Bəli. Deməli açıq sual, qapalı sual biz dərslərimizdə hər ikisindən istifadə edirik. Hı. Qapalı suallar şagirdə yox, müəllimə cavabdehdir. Yəni suallar görünür. Açıq suallar isə təfəkkürü formalaşdırır, uşaq Hı hı. fikrini fikirləşir, düşünür, şagirddə olur bunun cavabı. Bir də nə deyirdik, uzun olur. Hə, Fikirləş. cavabı limitli Hə. olur, qapalı Hə, suallardan. limitli. Açıq suallarda limitsizdir. Yəni uşağın Limitsiz hamısı olur. eyni cavab verməyəcək də, hərə bir cavab Bəli, verə öz bilər. fikrini bu da gətirir onun tənqidi düşüncəsinin formalaşmasına Yaradıcı da ola bilər, gətirir. bəli. Bəli. Tənqidi də ola bilər, yaradıcı da ola bilər. Bir qapalı sual deyin, bir də açıq sual. Hı. Açıq sual sizcə belədən başlaya bilərik. Şagirdin fikirləri, düşüncələri burada. Hı -hı. Amma qapalıda isə tam sual veririk də şagirdə. Faktoloji bilik Yəni var da, əzbərə, İrani müəllimə, baza faktoloji, bilik bəli, var. əzbərə Aha. dayanıqlıdır o. Bəli, bir var deyirəm ki, uşaqlar, fotosintez prosesi nədir? Yəni bunu uşaq hamısı kitabdan oxuyub öyrənib də, düz Bəli, deyilmi? əzbərə bildiydi, Aha. qapalıdır, bəli. Bir də var, deyirəm ki, uşaqlar, sizcə fotosintez prosesi baş verməsəydi nə olardı? Hə, bu düşünəcək uşaq. Aha, özü düşünəcək, yəni necə deyim, hərə bir cür cavab verəcək də, düz deyilmi? Yəni Bəli, olmasaydı nə olurdu? bax. Və yaxud da ki, deyirəm ki, sən bu problemi necə həll eləyə bilərsən? Bəli. Hərənin öz fikri vardı, öz fikirlə, hərə öz fikrini başlayacaq demək. Bəli, görürsüz, limitsizdirmi? Yəni Bəli. mən artıq nəzarət cavab verənin özündədir, şagirdədir. Müəllim bilmir ki, Şagirddə. şagird nə cavab verəcək. Fotosintez odur ki, yəni mən bilirəm, hamısından gözləyirəm ki, işıqda yaşıl yarpaqların xloroplastlarda qeyri-üzvi maddədən Bəli, üzvi maddə əmələ gəlməsinə fotosintez. Karbon Yəni qazının bunu udulması deyirsə, qəbul elədim elədim. ki, bu doğrudur. Demə, səhv dedirsə, bilirəm ki, səhv deyəcək. Artıq cavab məndədir, nəzarəti mən edirəm cavabı. Amma ki, açıq sualda belə deyil. Məsəl üçün, mətni oxuyub, bir var deyirəm ki, uşaqlar, mətndə hansı obrazlar var idi? Adlarını çəkə bilərsinizmi? Yəni, hamı eyni obrazın adını deyəcək də, çünki fərqli bir obraz yoxdur axı, eyni oxuduqları mətndə. Amma bir var deyirəm ki, sizcə o bu davranışı etməklə doğru etdimi? Və yaxud da ki, sən onun yerində olsaydın nə edərdin? Artıq bu nədir? Açıq sualdır. Şagirdi düşünməyə sövq edən sual. Bəli. Çünki cavabı o kitabda yoxdur. Şagird bunu öyrənməyib kitabdan. Sadəcə öz yanaşması olacaqdır. Özü nəyəsə münasibət bildirir, özü həll yolu təklif edir. Aydındırmı? Ona görə də açıq sual şagirddə təfəkkür formalaşdırır. Təfəkkür nə zaman formalaşır? Təbii ki, insan düşünən zaman. Bəli. Yəni biz də şagirdlərimizi
istənilən Həmişə istiqamətdə düşünməyə düşündürə söz bilərik. verməlidir. Bəli, Bəli. doğrudur. Sinifdə neçə şagird olarsa dərsi effektiv təşkil eləyə bilərsiniz. Onun mənim fərqi yoxdur. Hı -hı. Yəni fərqi yoxdur. 10 nəfər olsun, 20 nəfər, 30 nəfər Hı olsun. -hı. Müəllim özü sinifi idarə etməlidir ki, necə sualı necə verdiniz müəllim? Sinifdə neçə şagird olmalıdır ki, dərsi effektiv şəkildə qura biləsiniz. Hə, onun sayından asılı deyil də. Hı -hı. Bəli, sərvisləli müəllim üçün biz deyirik ki, Bəli. müəllim üçün 30 şagird nəfər sayının olur. heç bir deyək ki, fərqi yoxdur. Əgər biz Yoxdur. dərsi düzgün planlaşdırmışıqsa, Hə, şagirdlərin düzgün diferensinə yanaşa qurmuşduqsa, biliriksə, bunun fərqi bəli, yoxdur. eyni Neçə zamanda nəfər sinifi düzgün olursa idarə olsun. etməyi bacarırıqsa, təbii ki, Bəli. şagird sayının heç bir əhəmiyyəti olmur. Fərqi yoxdur, əhəmiyyəti yoxdur. Ha, doğrudur. Bəs şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmaq üçün hansı üsullardan istifadə edirsiniz? Hə, tənqidi təfəkkürü Bəli. Sokrat dialoqudur. Hı-hı. Sonra biri də vardı. Debat deyə bilərik. Hə, debatdır, bəli. Aha. Sokrat dialoqudur, debatdır. Aha. Hansı üsulları yaxşı bilirik İrani müəllimə? Onlar Bəli, haqqında danışa onları bilərik. demək. Yəni çox da Bəli. 4 MDKH üsulu haqqında da danışa Hı. bilərik. Yəni bu da şagirddə Yəni tənqidi karusel də bura təfəkkür. aiddir. Karuseldə bəli, karuseldə də Karusel. tənqidi təfəkkür var. Niyə? Çünki Bəli. orada yoldaş Çünki qiymətləri mərkəzdə bir şey qoyulurdu ətrafında. uşaqlar bir-birinin deməli Götürürdü. cavablarına baxırdılar və ona münasibət bildirirdilər, əlavələr edirdilər. Yəni yoldaş qiymətləndirdi. Mən olsaydım bunu da əlavə eləyərdim. Bəli. Yəni tənqidi təfəkkür var. Qiymətləndirmə varsa, istəyir özünü qiymətləndirmə, istəyir yoldaş qiymətləndirməsi. Burada münasibət bildirmə var da, düz deyilmi? Deməli o Bəli. tənqidi təfəkkürü formalaşdırır. Formalaşdırır. Refleksiya üsulları, İrani müəllimə. 3-2-1 üsulu deyək. Hə. Şagird Bəli, jurnalı. cümlə kökləri, Bəli. çıxış bileti. Bəli. Yəni bax bunlar da tənqidi təfəkkürü formalaşdırır. Bəli, formalaşdıran üsullardır. Bəli. Vasitələr. Bir dərs üçün neçə məqsəd müəyyən etmək düzgündür? Minimum 1-dir, maksimum 3. Aha, doğrudur. Dedik ki, məqsədi də şagirdə nə zaman deyirik? Dərsə girən kimi də əvvəldə. Girən kimi yox. Birinci şagirdlərimizi cəlb edirik. Hə. Cəlb Maraq oyadırıq, sonra hamısı prosesdə məqsədi olsun. deyirik. Bəli. Şagirdin diqqəti dərsdə olmasa, cəlb etməsə, yəni o məqsədi deməyin heç bir faydası olmayacaqdır. Birinci cəlb edirik, daha sonra məqsədi şagirdlərimizə deyirik. Eyni zamanda təkcə dərsin əvvəlində yox, hər tapşırığın əvvəlində də o tapşırığın məqsədini şagirdə deməliyik. Çünki deyək ki, 3 məqsəd reallaşdıracağıq və yaxud da ki, 2 məqsəd reallaşdıracağıq. Ola bilər ki, yəni məsəl üçün 2 tapşırıqda hərəsi bir məqsədə xidmət eləyir, düz deyilmi? Yəni bunu da əvvəlcədən şagirdlərə bildiririk ki, həmin tapşırığı işləyərkən nələrin üzərində daha diqqətli olsun. Belə İrani müəllimə. Çox sağ olun. Sağ olun. 2 dəqiqə.